Keşke həyatda hər şey bir göz qırpımında həll ola bilsəydi, amma bu belə deyil. Həyat insanı bəlkə boşa, çətinliyə sala bilir. Hamımızın həyatında eniş, yoxuş, bunlar hamısı var. Olduğumuz hər günə şükr edib, hər yaşanan hadisədən də nəticə çıxarıb irəliyə yönəlməliyik. Və ətrafımızda inkişaf edən, gözəl yaşamağı bacaran insanlara kök sötürmək yerinə öz həyatımıza fokuslanıb, yaşantımızı gözəlləşdirməliyik. Bugün bu mövzunu ona görə açıram ki, dünən 50-60 yaşlarında ziyalı bir görüntüsü olan xanım kommentdə mənim üçün bu bəxtəvərin pulu çoxdur deyə bir fikir irəli sürmüşdü. Sərf etdiyi cümlədən çox o yaşda bir ağ birçəyin övladı yaşda birinə qarşı bu düşüncədə, bu tərz yanaşmada olması mənə pis təsir etdi. Üstəlik o videoda mənim övladım da yanımda idi. Bir yerdə market alış-verişi edib Qurban Bayramı üçün hazırlıq görürdüm. Nə qədər mərhəmətsiz qəlbə sahib olmaq lazımdır ki, o cür videonun altına bu sözləri sərf edəsən. Allah hər kəsin ürəyinə görə nəsib etsin və bu cümləni eşitdiyimiz anda ürəkdən amin deməyi bacara bilək. Ondan da əmin ola bilərsiniz ki, heç bir şey qızıl tabaqda gəlib bizim qarşımıza qoyulmayıb. Həyatı didə-didə öz dırnaqlarımızla qazanmağa çalışmışıq, çalışmağa da davam edirik. Bugünkü təmizliyi bitirirəm. Gəlin bir yerdə masam üçün aldığım yeni retro süfrə və boş qabaltılara baxaq. Bu stili çox sevirəm, çox qəşəngdir. Keçmişə dair olan hər bir detalı, hər bir şeyi çox sevirəm. Bu məndən asılı deyil. Bunları trend yoldan əldə etdim. Hər biri münasib idi. Əgər sizə də lazım olsa Instagramdan mənə yazın, linkini yenidən paylaşım. Çünki YouTube'da link paylaşmaq olmaz. Hamısını ütülədikdən sonra bu formada dəstləşdirməyə çalışıram. Görək necə görünür. Sizcə qızılı yoxsa metal çəngəl bıçaqdan istifadə edin. Bugünlük bu qədər. Videonun ikinci hissəsində görüşərik. Allah'a əmanət olun.